əvvəliyi görəm, alıb dolma bişirməyəm. Son zamanlar mövsümü olan bütün yarpaqları dolma büküb dadlarını yoxlayıram. Ətimin soğanını, quyruğunu, düyüsünü, göyərtisini əlavə edirəm. Bu dəfəki dolmaya 2-3 saplaq tərxumda istifadə etdim. Duzun istiotunu da vurub yaxşıca qarışdırıram. İspanaq dolması postunun altında çox izləyicilərim əvvəlik dolmasında çox dadlı olduğunu yazdılar. Və ilk dəfə olaraq alıb bişirirəm. Əvvəliklə tanış olmayan izləyicilərimə aydın şəkildə göstərirəm. Gördüyünüz kimi çox iri yarpaqları var. Üzərinə qaynar su tökürəm, həmən yumşalır. Yumşalan kimi də tez çıxardın, çünki çox qalanda saralır. Baş hissəsində saplağı var, onu da kəsib götürürsüz və damarlı tərəfindən əti qoyub bükürük. Yarpaq iri olduğu üçün əti çox qoyub kələm dolması formasında bükdüm. Dolmanı bükmək inanın ki ləzzət elədi, çünki çox tez bükdüm, bitirdim. Üzərinə limon dilimləri və bir dilim də heyva qoydum və 1 qram da su tökmədən qapağını qoyub bampoda bişməyə qoydum. Biraz keçəndən sonra mütləq qaldırıb baxın, çünki suyunu buraxanda bir balaca da kəfi yığılır. Onu da qaşıqla təmizlədim. Təxmini 1 saata dolmamızın suyu çəkilir, yavaş-yavaş yağa düşür. İnanın ki, yeməkdən o qədər gözəl ətir yayılır ki, yarpağın, limonun, heyvanın çox gözəl bir ətir yayılır. Sizə onu demək istəyirəm ki, bu dolma həqiqətən də deyildiyi kimi var. Cəngəli basmağa ehtiyac yoxdur, çünki o qədər yumşaqdır ki, dolma özü bölünür. Mən bir səhv etdim, siz isə eləməyin. Kaş ki, heyvanı daha çox qoyardım. İnanın ki, heyva ilə birlikdə yeyəndə çox dadlı olur. Heyva da yumşaq yumşalır. Hər ikisi də birdən ağızda əriyir. Nə qədər mövsümüdür, mütləq məsləhət görürəm. Bişirin, dadına baxın. Mənim də bu postumu bəyənməyi unutmayın. Göz haqqınızı halal edin. Nuş olsun.